Diabeti olmayan, şəkərli diabeti olmayan uşaqlarda da qan şəkəri normadan aşağı düşə bilər. Bu əsasən 10 yaşından aşağı, yəni az yaşlı uşaqlarda rast gəlinir. Əlamətləri nələrdir? Uzun müddətli aclıqdan sonra, xüsusən də səhər saatlarında əsmə, titrəmə, halsızlıq ola bilər, sərt tremor ola bilər, baygın ola bilərlər, hətta ağır hallarda huşsuz da ola bilərlər, qidadan imtina edirlər, ümumiyyətlə ətrafa reaksiya vermirlər. Bu ona görədir ki, uşaqların hələ mübadilə mexanizmləri, qoruyucu mexanizmlər tam formalaşmayıb. Yəni, qanda şəkəri normal saxlamaq üçün hormonlar hələ tam inkişaf etməyiblər. Eləcə də qida depoları tez boşalır və qida depolarının bərpası zaman alır. Ona görə də uşaqlar fiziki aktivlikdən sonra və yaxud da uzun müddət ac qalandan sonra bu halları yaşaya bilərlər. Həyəcan, narahatçılıq keçirdib dərhal uşaqda qıc olma, sudurqa var deyə müxtəlif qıc olma əleyhinə dərmanlar etməmişdən, uzun müddətli müalicələr başlamamışdan öncə diqqətimizdə hər zaman qan şəkərinin aşağı olması və şəkəri yoxlamaqda fikrimizdə olmalıdır.